Asiyanın elitini deyirik, Asiyanın indi ucqar nöqtələrini deyirik, Avropanın ucqar nöqtələrini bir də bir yadımıza salaq, hansılar dedik? Şimalda Nordkin, cənubda Mərakeş, şərqdə Ural dağları, şimal-şərqi, qərbdə isə nə dedik? Roka burnudur. İndi isə Asiyanı deyirik. Asiyanın ucqar şimal nöqtəsi Seyuskin burnu, ucqar cənub nöqtəsi Pi burnudur, ucqar şərq nöqtəsi Dejnyovdur, ucqar qərb nöqtəsi isə Türkiyədə yerləşir, Baba burnu olacaqdır. Burada Pi burnunu deyim, baxın. Avrasiya deyəndə düzdür. Avrasiyaya aid olan adalarda, məsələn, buradakı adalar da deyə bilərik. Avrasiyanın ucqar cənub nöqtəsi nədir? Pi burnu. Pi burnu bu hissədə bitir. Və bu bəzən düşür ki, Asiya qitəsi və yaxud ki, Avrasiya qitəsi hansı yarımkürələrdə yerləşir? Pi burnunun coğrafi koordinatı nə olacaq? 1 dərəcə şimal əyliyidir. 1 dərəcə şimal əyiliyində Avrasiya artıq bitir. Deməli, cənub yarımkürəsi nədir? Görürük. Buradakı adalar bəlli. Adalar nəzərə alsaq, ada olaraq cənub yarımkürəsinə düşürük. Amma biz ucqar nöqtələr ada olaraq nəzərə almırıq. Yəni, materikə bitişiyi olan, yəni yarımadanın ən bitən hissəsi sadəcə. Məsələn, burada Roka burnunu bitirdik. Məsələn, şimal nöqtəsi bura dedik. Məsələn, burada Spitsbergen adası da var. Ondan da şimaldır. Biz onu nəzərə almırıq. Yarımadada olan, materikə bitişiyi olan ən bitən, ən ucqarda yerləşən nöqtəyə baxacaq. O da Pi burnudur. Pi burnu da bir dərəcə şimal əyiliyində yerləşir. Bu səbəbdən 4 yarımkürədə yerləşməsi üçün bu həm şərqdə, həm qərbdə, həm şimal, həm də cənubda yerləşməlidir. Amma bu üçündə yerləşir. Baxır, həm qərbdədir, həm şərqdədir, həm də ki, şimal yarımkürəsində olacaq. Bir dərəcə şimal əyiliyində bitdiyinə görə cənub yarımkürəsinə düşdür. Testlərdə qarşımıza çıxacaqdır. Bilirəm ki, soruşacaqsınız, ona görə indidən dedim. Demək, bunun da ölkələrinə baxaq. Pi burnu Malakka yarımadasında yerləşir, ölkə olaraq Malayziyaya düşür. Seyuskin burnu eyni zamanda Dejnyo burnu. Hər ikisi Rusiyada yerləşir. Dejnyo burnu Skot yarımadasındadır. Taymur yarımadasında yerləşən isə Seyuskin burnu olacaqdır. Bu şimal nöqtəsidir. Türkiyənin yerləşdiyi yarımadanın adı nədir? Kiçik Asiya yarımadasıdır ki, bu da orada yerləşən burnun adı nə oldu? Baba burnu hesab olunur. Ümumilikdə isə deyirik ki, Asiya həm platformada var burada, həm qədim platforma deyirik, həm zaman platformada rasiya necədir, həm də ki, ümumiyyətlə geosiqnaldan da ibarətdir. İndi keçirik bunu da yenə hissələr böləcək. Şimali Asiyadır, Cənub-Qərbi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, bir də Şərqi Asiya olaraq hissələrə böləcək. Birinci başlayıq hansından? Şimali Asiya regionundan. Şimali Asiyada dedik ki, əsasən platformadan ibarət olacaqdır. Bu platformalar hansılardır? Qərbi Sibir bilirik ki, nə idi? Cavan platformaydı. Orta Sibirdir. Bunlar isə nə olacaqdır? Qədim platformalar sayılacaqdır. Bu Şimali Asiyada, yəni bu hissələr nəzərdə tutulacaqdır. Şimali Asiyada baxırıq ki, bu hissələrdə nələr var? Burada keçmişli dağlar hansılardır? Kimdir bu hissədə? Verkhoyanski, Serski, Korya, Stanovo kimi dağlar deyə bilərik ki, bunlar nə yaşlı dağlardır, nə vaxt yaranmışdı bunlar, hansı qırışıqlığı idi? Kimiri mezzo. Deməli, mezzo erasında yaranmış dağlara daha çox rast gələcək. Bu tipli ifadələr düşür. Bu hansı Asiyaya aid olacaq? Əlbəttə ki, Şimali Asiyaya aid etməli. Burada dedik, cavan platforma Qərbi Sibir idi, ovalıq sayılacaqdır. Yaylalardan isə burada Orta Sibir yaylası, bir də ki, Şərqi Sibir yaylası olacaq. Bunların adları yaxındır, qarışdırmayın. Qərbi Sibir nə oldu? Ovalıqdır. Orta Sibirlə Şərqi Sibir isə nədir? Yayla olacaq. Bir də dağları dedik ki, əsasən hündürlüyü 2 metrə qədər çatan Verkhoyanski dağı olacaqdır. Yəni, qədim dağdır, hündürlüyü də azdır. Cənub-Qərbi Asiyaya baxacaq. Cənub-Qərbi Asiya artıq bizim də yerləşdiyimiz region sayılacaqdır. Cənub-Qərbi Asiya deyəndə burada həm geosiqnal, həm də platforma olacaq. Çünki dedik, Azərbaycanda yerləşir, burada Türkiyədə yerləşəcəkdir. Bu hissələr Cənub-Qərbi Asiyadır. Bir də Ərəbistan yarımadası ki var. Ərəbistan yarımadası da İrandır. Bu da, bu hissələrdə Cənub-Qərbi Asiya regionu sayılacaqdır. Ərəbistan bilirik ki, nə idi? Qədim platforma sayılacaqdır. Amma İranda, Türkiyə, Azərbaycan kimi ərazilər isə geosiqnal qurşaqlar sayılacaqdır. Burada baxırıq ki, Cənub-Qərbi Asiyada Hindukuş dağları, Ərəbistan və Pakistan arasında yerləşir. Türkiyədə yerləşən cavan dağlarda deyirik, Pont və Tavr dağlarıdır. Digərdə bilirik ki, Torosdur. Geosiqnalda yerləşən yaylalar demişik. Bu hansıdır? Anadolu yaylası, bir də İranda yerləşən elə İran yaylasıdır. Və İranda yerləşən digər dağlar dedik ki, Zabros, Elburz, eyni zamanda İran yaylasını bayaqda dedik. Bunlar əsas geosiqnalda yerləşən yaylalar olacaq. Burada sönmüş vulkanlar da var. Azərbaycandakılar bilirik. Böyük İşıqlıdır, Dəli dağıdır, Axar-Baxar, Fərid Çınqıl və s. Bunlar hamısı sönmüş vulkanlardır. Bir də İranda yerləşən sönmüş vulkanlar var. Bu dedik ki, biri olacaqdır Dəmavənddir, elə Elburz dağının özü də sönmüş vulkan olacaqdır. Səhənddir, Savalandır, bu tipli vulkanlarda sönmüş vulkanlar sayılır. Dəmavənd İranın ən hündür zirvəsi sayılacaqdır, 5610 metrdən. Ağrı dağı da yenə sönmüş vulkandır. Bu isə Türkiyənin ən hündür zirvəsi sayılacaqdır. Bunun da hündürlüyü 5165 metr sayılır. Hamısı da deyir ki, bu hissədə ümumiyyətlə fəaliyyətdə olan vulkan yoxdur. Hamısı sönmüş vulkanlar olacaqdır. Demək,
Ərəbistan deyir ki, əvvəllər düşük oldu Afrikaya, amma sonradan bilirdi ki, burada tektonik sınma zonası vardı. Şərqi Afrika sınma zonası, bir də Qırmızı dənizli sınma zonası vardı və bunların da sürətlərini şəkildə verilmişdi. Ərəbistan daha sürətlə şimal-şərqə hərəkət edirdi, Afrika isə bir də zəif sürətlə hərəkət edirdi və nəticədə Qırmızı dənizli sahəsi genişlənər gedir. Burada Ərəbistanda hansı aşımı üstünlüyü təşkil edəcəkdir? Bilirdi ki, fizik aşıma daha çox baş verir və hansı reyli formalar rast gələcək? EO formalar. Xarici qüvvələrdən hansı burada üstünlüyü təşkil edirdi? Fəaliyyətin adı nə idi? EOL nəticə idi, bəli, defilyasiya. Yaranan reyli formalar EOL reyli formaları idi və sonra yaradan nə idi? Defilyasiya idi, yəni küləyin dağıdıcı fəaliyyəti idi. Plus da burada səhrada deyə daha çox fizik aşınma olacaq Ərəbistan yarımadasında. Davam edirik. İndi hara haqqında? Mərkəzi Asiya. Mərkəzi Asiya əsasən hündürlük baxımından daha hündür hissə olacaqdır. Bu hissədə rənglərinə də baxır ki, bu hissədə daha çox qəhvəyə rəngdədir. Amma bunun da yenə düzənglər olacaqdır. İndi onların adlarını deyəcək. Burada hündürlüyü 7000 metrə çatan, 7 metrdən yüksəkdə olan zirvələr mövcuddur. Bu Himalay dağlarının bir hissəsidir, Kunlundur, Pamirdir, Tianşan dağlarıdır ki, bunlar ən hündür hissələrdir. Eyni zamanda Asiyanın da ən alçaq nöqtələrdən də biri burada yerləşəcəkdir. Mənfi 155 metrdən Turfan olacaqdır. Bu Mərkəzi Asiyanın ən alçaq nöqtəsidir. Ümumilikdə Asiyanın ən alçaq nöqtəsi isə sadəcə Ölü dənizdir. Mənfi 402 metrlə Kuxor çökəliyi sayılacaqdır. Bu Cənub-Qərbi Asiyadaydı. Bayaqlar bunu orada deməliydim, indi deyirəm. Amma ümumi desək ki, Mərkəzi Asiyanın ən alçaq nöqtəsi bu Turfan çökəliyi deyəcək, mənfi 155 metrlə. Yenə Mərkəzi Asiyada bir dənə çökəlik bilirdik, Qazaxıstanda yerləşirdi. Adı nə idi? Mənfi 132 metrlə. Bəli, Qaraciye çökəliyi idi. Görür ki, iki dənə ən dərin çökəliklərdən biri, ikisi burada yerləşir. Ən dərin çökəlik özü isə hansı olur? Cənub-Qərbi Asiyada Ölü dəniz sayılacaqdır, Kuxor çökəliyi sayılır. Burada hündür yaylalardan, dağlıq yaylalardan Tibet yaylasını qeyd edəcəyik. Eyni zamanda yaylada yerləşən səhraları da deyə bilərik burada. Ümumiyyətlə səhra baxımından bu Mərkəzi Asiya zəngin olacaqdır. Bunlar Gobi səhrasıdır, Təkirməkan səhrasıdır, Qaraqum, Qızılqum səhralarıdır ki, yəni burada 4 dənə səhra deyə bilərik. Bu səhra varsa, burada hansı aşınma üstünlüyü təşkil edir deməli, yenə fizik aşınma olacaq. Deməli, bu Cənub-Qərbi Asiya ilə Mərkəzi Asiyanı oxşar cəhəti kimi götürə bilərik. EOL reyli formalarına rast gəlinir, defilyasiya olur, eyni zamanda nədir, Barkan düyünlara rast gəlinir deyə bilərik və burada fizik aşınma üstünlüyü təşkil edir. Sonra burada şerplər haqqında məlumat verildi. Şerp kimlərdir? Bu Nepalda yerləşən xalqlardır və bu Himalay dağlarında yaşayan insanlar sayılacaqdır. Bu şerplərin fəaliyyəti nədən ibarətdir? Bilir ki, Conglongma ən hündür zirvə sayılır və buraya xeyli alpinistlər gəlir ki, o dünya ən hündür zirvəsini fəth edilər və bunların da özlərinə alpinistlərin xeyli yükləri olur. Həmin o yükləri daşımağa kömək edir bu şerplər və əvəzində də əlbəttə ki, pul qazanırlar. Yəni müəyyən xidmət göstərirlər. Onlar yüklərini daşıyırlar, eyni zamanda bələdçilik edirlər, yollarda izah edirlər ki, Conglongma zirvəsinə ən asan yolla gedib çata bilsinlər. Bu xalqların adı nə oldu? Şerp xalqlardır. Harada yaşayırlar? Nepalda yaşayırlar. Nepallar Conglongma zirvəsinə gələn alpinistlərə, turistlərə xeyli kömək edirlər, onların yükünü daşıyırlar və bələdçilik edəcəklər. İndi Şərqi Asiyaya baxırıq. Şərqi Asiyada Sakit Okeanın sahilində yerləşəcəkdir və burada ən əsas düzənglərdən, bir də bayaqdan demədə burada cavan platformanın biri olacaq. Bu Turan cavan platforması idi ki, bu hissədə yerləşir. Bu Şimali Asiya ilə ortaq xüsusiyyət kimi götürmək olur. Sonra Şərqi Asiya haqqında danışacaq, bu Sakit Okean sahillərini əhatə edir. Bura geosiqnal qurşağı olacaqdır, çünki Sakit Okean odlu həlqəsinin bir hissəsi məhz buraya düşür. Burada düzənglərdən, ovalıqlardan deyəcək, Böyük Çin ovalığıdır. Xuanxe və Yansi çayının arasında yerləşir. Eyni zamanda burada mezo yaşlı dağlar deyə bilərik, Skotya Alen dağını qeyd edə bilərik və bu isə geosiqnal deyək, burada vulkanlar da olacaqdır. Kamçatka yarımadasında deyirik ki, Klüçevsə Sopka adında Rusiyada yerləşən vulkan var, fəaliyyətdə olandır. Yaponiyada yerləşən vulkanlarda deyirik ki, bu Aso vulkanıdır, bir də ki, Fujiyamu vulkanıdır ki, Yaponiyada yerləşir. Yəni bu hissə nə sayılacaqdır? Vulkanlara, qeyzerlərə rast gələcək. Yəni litosfer tavasının toqquşma subduksiya sərhəd edəndə adalar bölgüsündə də yenə rast gələ bilər. Baxırıq, Görsvari adalar, Japon Kuril adaları əmələ gəlir. Bir də Böyük Xinqan, Kiçik Xinqan bu dağlarda var. Burada həm mezoyaşlı, həm də Böyük Xinqan, Kiçik Xinqan dağları varsa, Petsin yaşlıda dağlar mövcuddur.
Demək, Cənub-Şərqi Asiya deyici. Cənub-Şərqi Asiya isə burada bu regionda söhbət gedəcəkdir. Cənub-Şərqi Asiya deyəndə ən çox testlərə düşən bu ifadədir. Hə. Zəngin qalay wolfram qurşağı sayılır. Bunu bilmək lazımdır. Testlərə düşür bu qalay wolfram qurşağı. Qalay wolfram qurşağı hara sayılacaqdır? Cənub-Şərqi Asiyada. Sonra qeyd edici məsələn mis qurşağı. Mis qurşağı Ant dağlarını deyəcəyik. Amma qalay wolfram qurşağı qeyd edəndə deyəcək ki, Cənub-Şərqi Asiyada. Bunu xüsusən yadda saxlayın. Burada geosiqnalda yerləşən o balıq var idi, yadınızdadırsa. Bu hansıdır? Mekong balığı idi. Yəni bu Akuniyativ olacaqdır və alt Himalay geosiqnal qurşağında yerləşir. Burada da adalardan və yarımadalardan ibarət olacaqdır. Yarımada deyəcək Hindçin yarımadası, Malakka yarımadası, adalardan isə Böyük Zond adalarını xüsusən qeyd edəcək. Yəni burada yenə seismik cəhətdən fəaldır. Ən çox zəlzələlərdən biri də bu hissədə baş verəcək. Eyni zamanda ən güclü tsunamilərdən məsələn İndoneziya kimi ölkələrdə baş verə bilir. Bir də burada da yenə fəaliyyətdə olan vulkan var. Bu vulkanın adı Krakatau vulkanı sayılacaqdır. Davam edirik. İndi qaldı Cənubi Asiya. Cənubi Asiya isə yenə yarımada və adalardan ibarət deyə bilərik. Əsas yarımadası Hindistan yarımadasıdır. Ada olaraq isə burada Şri Lanka adasını qeyd edə bilərik. Bir də burada həm dağ olaraq Himalay dağlarının bir hissəsi burada yerləşəcəkdir. Bir də ki, qədim platform olacaqdır. Və qədim platformada yerləşən yayla var. Bu yaylanın adı nə olacaq? Dekkan yaylası sayılır. Bu hissədə ovalıqlar da var. Hind ovalığı və Qanq ovalığı bu hissədə yerləşir. Cənubi Asiya regionuna aiddir. Demək, başqa burada Karakorum, Everest zirvəsi hansı regionda yerləşirdirsə, Himalay dağları çünki iki yerdə yazılmışdır. Həm Mərkəzi Asiyada qeyd olunur, həm də ki, Cənubi Asiyada Himalay dağlarının adı qeyd olunur. Amma Everest zirvəsi məhz Cənubi Asiya regionuna aid olacaqdır. Ona görə Cənubi Asiyada həm platformada yerləşir, həm də geosiqnalda yerləşir deyə bilərik. Həm də bu da yarımada və adalardan ibarətdir, bu da yarımada və adalardan ibarətdir. Bir də Cənubi Asiya ilə bağlı ən çox edilən səhv hansıdır? Çox adam nə deyir? Ucqar cənub nöqtəsi harda yerləşir? Amma Asiya dilində ən ucqar nöqtə kimi cənubda bura yadına düşür. Amma əslində bura deyil, bayaq dedik ki, Piyay burnudur. Piyay burnu da burada yerləşir. Ən çox edilən səhvlərdən biri budur ki, Hindistan yarımadasının cənubunu ən ucqar nöqtə kimi götürürlər. Amma belə deyil. Dedik ki, Malakka yarımadasında yerləşir, Malayziyada yerləşir. O da Piyay burnudur, 1 dərəcə şimal enində yerləşir. Digər ən hündür zirvələrdən Çaqori 8611 metrdən bunu keçmişdik. Yenə Cənubi Asiyada yerləşəcəkdir. Bir də Everest'i də qeyd etdik. Bu oldu Cənubi Asiyanın relyefi.